Hər vaxtınız xeyirli uğurlu olsun əziz dinləyicilər, hər birinizi salamlayırıq. Bugünkü Can Azərbaycan verilişində bizim dahi şairimiz Məhəmməd Füzuli haqqında danışacağıq. Əziz dinləyicilər, bugünkü verilişimizin qonağı Füzulişünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzzağa Nəcəfzadədir. Əzzağa mənim xoş gəlmisiniz verilişimizə. Salam, xoş gördük. Mən də hər kəsi salamlayıram. Bugün sizinlə söhbət etmək xoş olacaq. Niyə? Çünki mən sizin Füzuli haqqında yazdığınız elmi əsərlə qismən tanışam. Deməyim tam tanışam, bu biraz yanlış olar. Amma sizin yazdığınız həmin əsərə baxanda doğrudan da Füzulinin bir dərya olduğuna şahid olursan və Füzulişünas alimlər 20-ci əsrin əvvəllərindən ta bu günə qədər Füzulini açmağa çalışıblar. Gəlin oradan başlayaq ki, Füzuli haqqında danışanda onu hərə bir cür adlandıra bilər. Məhəbbət şairi, qəm şairi, sevgi şairi. Amma siz Füzulini alim şair adlandırmısınız həm də. Niyə alim? Sözsüz ki, Məhəmməd Füzulidən danışanda ilk növbədə yadına eşq düşür. Yəni Füzulini eşq şairi adlandırırlar. Eyni zamanda onu qəm karvanının sarvanı adlandırırlar. Amma Məhəmməd Füzulinin əsərlərini dövrünə qədər və özündən sonraki şairlərin yaradıcılığı ilə müqayisə etdikdə məlum olur ki, o şeirə bir elmi prizmadan yanaşmış və əsərlərini bir elmi struktur baxımından işləmişdi. Yəni hər bir əsərində onun öyrəndikləri həm poetika elminə dair, həm də digər elm sahələrinə aid olan biliklər sanki bir növ sintez olunmuş və mükəmməl həllini tapmışdı. Ona görə də şairi biz eyni zamanda alim şair adlandıra bilərik. Amma Füzuli özü elmə münasibətdə deyir ki, hər nə var dünyada eşqdir, elm bir qeyri-qalimiş ancaq. Yəni Məhəmməd Füzuli özü də elmin konkret bir nöqtəyə vara biləcəyindən əmin deyil. Çünki nə qədər çox öyrənirsənsə, bir o qədər də səndə şübhə yaranır. Amma eşqdə əminlik mümkündür və eşqdə əminlikdən danışanda biz iki mərhələni qeyd edə bilərik. Bir, sən kimisə sevirsən, bir də kimsə səni sevir. Sən kimisə sevirsənsə, bundan əmin ola bilərsən. Yəni, əminsən ki, həqiqətən sən kimisə sevirsən, o duyğuları yaşayırsan, o duyğu ilə yanırsan. Amma səni kimsə sevirsə, sən bundan heç zaman əmin ola bilməzsən. Çünki məşhur dilçilər də söylediyi kimi, dil insana bəzən fikirlərini gizlətmək üçün lazımdır. Məhz Məhəmməd Füzuli də ona görə deyir ki, şeir ən böyük yalandır. Yəni, məşhur qəzəlində də deyir ki, can vermə qəmmu eşqə ki, eşq afəti candır. Eşq afəti can olduğu məşhuri cahandır. Eşq içrə əzab olduğunu ondan bilirəm kim. Hər kimsə ki, aşıqdır, işi ah vəğandır. Gər dersə Füzuli ki, gözəllərdə vəfa var, aldanma ki, şair sözü əlbəttə yalandır. Yəni, burada da şair özü aşıqdır və bundan əmindir. Amma qızların, yaxud da gözəllərin ona olan eşqindən o əmin deyil. Amma şeirin özünün də bədii yalan olduğunu Məhəmməd Füzuli əsərlərində bu şəkildə ifadə edir. Gözəl demişkən, biz klassik ədiblərimizin əsərlərinə baxanda onların bir gözələ yanaşma tərzini görürük. Yəni, bir çoxlarının bildiyi gözəldən bəzən söhbət getmir. Bəzən qəzəl deyəndə gözəlin qaşı, gözü, gözəlliyi, bütün bunlar yada düşür ilk baxışda. Əslində isə bizim ədiblərimiz həm də filosof olublar axı. Məhəmməd Füzulinin əsərlərindəki gözəl kimdir, Əzzağa müəllim? Biz, ədəbiyyatımızda siz doğru qeyd elədiyiniz, deməli, şairlərimizin yaradıcılığında gözəllərdən danışa bilərik. Əgər Vaqifin gözəllərini biz gözümüzün önünə gətirsək, onun hansı paltar geyindiyini, saçının necə olduğunu, sinəsinə düşdüyümü, yoxsa arxaya doğru küləklə sovrulduğunu mu, gözünün, qaşının nə rəngdə olduğunu, üzünə bəzək çəkdiyini mi, çəkmədiyini mi, sadə dilbər olduğunu mu və s. görə bilirik. Yəni, sanki şair sevdiyi gözəli, yaxud da gördüyü, vəsf etdiyi xanımı bir rəssam kimi təsvir edir. Amma Füzulidə belə bir təsviri görə bilmərik. Füzulinin gözəlləri ideal gözəllərdir və burada bir platonik eşq olduğuna görə o xəyalında canlandırdığı gözəli belə özü təsvir edə
bilmir. Məsələn, ayinə sevər candan, ruxsarı cananı, bir qayətə yetmiş kim ayrılsa çıxar canı. Hətta burada gözəl ilə gözəlin ayna qarşısına keçməsi və aynada canlanmasını, bilirsiniz ki, bu fiziki prosesdir. Yəni biz öz əksimizi aynada görürük. Əgər aynanın qarşısından ayrılırsa, özümüzü görmək mümkün deyil. Gözəl də bax bu şəkildə aynanın önünə keçib və sanki ayna o gözəlliyə aşiq olub. Və ayrılandan sonra bu ayrılığın əzabını yaşayır ayna. Yəni ki, o gözəlliyi özündə əks etdirə bilmədiyi üçün çətinlik çəkir. Burada məsələ nədir? Əgər biz bu məsələ geniş baxımdan yanaşsa, burada konkret gözəldən deyil, yəni insanın ilk eşqi olan, Allaha olan eşqdən söhbət gedir. Bəli. Yəni o, deyək ki, ayna əslində insanın özüdür. Aşiq olduğu gözəl isə onun ilk eşqi olan, o bəzmi ələstə gördüyü canlar canı olan Allahdır. Və ayrılan kimi hər zaman onu axtarır və ona doğru meyl edir. Yəni Füzuli eşqinin kökündə də yəni ilkin olana, o doğru olan meyldən söhbət gedir. Yəni axtarışın səbəbi bax budur. Yəni Füzulinin haqqında xalqda da belə bir ifadə var ki, Füzuli eşq əlindən dağlara çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı. Əslində Füzulinin axtarışları ömrü boyu davam eləyib və o bizim dediyimiz kimi konkret ideal eşqi real həyatda tapa bilməyib. Onu ancaq xəyallarında canlandıra bilib. Amma xalq arasında əfsanələr də var ki, yəni öz müəlliminin qızına aşiq olub, onunla evlənib. Yəni bu kimi deyək ki, xəyali hadisələri sonradan güya Leyli Məcnunda qələmə alıb, amma mən deyərdim ki, Leyli Məcnun əslində insanın öz əslinə qovuşması prosesini əks elətdirir. Yəni bu real həyatda mümkün deyil, qovuşma prosesi ancaq ölümdən sonra mümkündür. Əziz ağam, siz danışırsınız, bilirsiniz nə yadıma düşür? Deməli, Sovet dövründə Füzuliyə yanaşma tərzi, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra Füzuliyə yanaşma tərzi. Biz 70 il tamam fərqli bir dövrdə yaşamışıq və mən dəfələrlə bunu gənc şairlərdən, gənc yazarlardan eşitmişəm. Yəqin ki, onlar mənim bu fikrimdən inciməzlər, əgər eşidirlərsə, dinləyirlərsə. Bizim klassik ədiblərimiz elə gözəldən yazıblar, xanımlardan yazıblar, qara qaşdan, qara gözdən yazıblar. Amma əslində bu sizə elə gəlmirmi ki, Sovet dövrünün bizə sırıdığı, necə deyərlər, bir fikir idi, bizə sırıdığı bir yanaşma tərzi idi. Bugün Füzuliyə baxış bucağı necədir? Sözsüz ki, biz Sovet dövrünü Füzulişünaslığının üzərindən xətt çəkə bilmərik. Bəli. Əgər bugün biz Füzulinin əsərlərini müasir əlifba ilə oxuyuruqsa, məhz Sovet dövründə fəaliyyət göstərmiş Füzulişünaslarımıza borcluyuq. Yəni onlar heçdən bir ədəbiyyatı ortaya qoydular. Siz əgər bilsəz ki, o dövrdə hökmdarları vəsf edən deməli şairlərdən elmi tədqiqat işləri yazıb ərsəyə gətirmək necə böyük bir təhlükə idi. Məsələn, Həmid Araslı kimi böyük bir alim köhnəpərəstliyə aşiqlik, yəni köhnəpərəst olduğu üçün köhnəliyə aşiqlik ittihamı ilə partiya sıralarından çıxarılmışdı. Yəni müəyyən təqiblərə məruz qalmışdı. Amma buna rəğmən onlar həmin təhlükəyə baxmayaraq Füzulinin, Nizaminin, Nəsiminin, digər klassiklərimizin yaradıcılığını ortaya qoya bildilər və müəyyən tədqiqat işləri apardılar. Amma sözsüz ki, ideologiya var idi və o ideologiya bucağında ancaq predmetə yanaşmaq mümkün idi, obyektə yanaşmaq mümkün idi və onlar da o ideologiyanın bucağı altında bu münasibəti bildirilir. Amma müasir dövrümüzdə, müstəqillik dövründə, müstəqilliyimizin bu il 30 illiyini biz qeyd edirik, bizim üçün böyük fövqəl bir şərait yaradılıb ki, biz artıq onlara deyək ki, olduğu kimi yanaşmağa bacaraq. Sözsüz ki, Məhəmməd Füzulinin yaradıcılığında həm real eşq, həm də real eşqin artıq ilahi təzahürü də var. Yəni Füzulinin Anadilli divanının içərisində ilk gənclik dövründə yazıldığı bilinən qəzəllərindən tutmuş, yəni vəfatına qədərki dövrdə də yazdığı qəzəllər bir divan halında toplanıb. Yəni Füzuli artıq müəyyən bir yaş həddinə gəlib çatanda türk dilində divanını bağlayıb və deyir, əvvəlcə olan şeirlərimi topladım və sonradan da bir neçəsini əlavə eləyərək o divanı mən ərsəyə gətirdim. Yəni burada biz yəqin ki, həm real eşqdən də danışa bilərik, həm
həm də ilahi eşqdən də söhbət aça bilərik. Aha. Füzulinin doğulması və dünyadan köçməsi ilə bağlı ədəbiyyatşünaslıqda bəzi təzadlar var. Şairin şəxsi həyatı ilə bağlı ən maraqlı məqamları eşitmək istərdik. Düzdür, bu geniş mövzudur, amma hər halda sizin araşdırmalarınız var. Mən çalışacağam ki, qısa, konkret danışaq. Sözsüz ki, mən onun həyat yaradıcılığını araşdırmamışam. Yəni mənim tədqiqat mövzum Məhəmməd Füzulinin bir şair kimi psixologiyasını araşdırmaq idi və poetik fiqurları mən onun əsərlərində araşdırmışam. Amma məlumatları çatdıra bilərəm, oxucularımız üçün, yaxud da dinləyicilərimiz üçün də maraqlı ola bilər. Məhəmməd Füzulinin anadan olması ilə bağlı müxtəlif tarixlər var. Yəni onlardan 1504-cü il, 1480-ci il və hamımızın da çox yaxşı bildiyimiz 1494-cü ili qeyd eləyirlər təzkirələrdə. Bunlar müxtəlif təzkirələrdəki məlumatlarla bağlıdır, amma nəyə görə məhz alimlərimiz 1494-cü ilin üzərində dayanırlar. Məşhur təzkirə müəllifi olan Sadıq bəy Əfşar Məcmuəl Xəvas əsərində onun Hillədə doğulduğunu və təqribən əgər bugünkü tariximizə çevirsək 1494-cü ildə, yəni miladi tarixlə dünyaya gəldiyini göstərir. Yaxud da bir başqa bir təzkirədə biz danışsaq, ən məşhur Gülşəni Şüəra təzkirəsidir ki, Əhdi Bağdadinin, o Bağdadda yaşamışdı və Füzulinin vəfatına cəmi 8 il sonra həmin deməli təzkirəni tamamlamışdı və həmin təzkirədə də Füzulinin doğum tarixi ilə bağlı məlumatlar verilir. Yəni onun doğum tarixi ilə bağlı dəqiq məlumatlar olmasa da, amma vəfatı ilə bağlı olan məlumatlar çox dəqiqdir. Qeyd edeyim ki, onun deməli vəfatı ilə bağlı məlumatlar da bəzi müəlliflərdə, xüsusən də Türkiyədə olan Füzuli tədqiqatçılarının əsərlərində fərqli göstərilsə də, Azərbaycan alimləri 3 faktı əsas alaraq onun vəfatının 1556-cı il olduğunu qeyd eləmişdilər. Birinci, ona görə ki, Gülşəni Şüara təzkirəsində onun vəfat tarixi 963-cü il Hicri ilə göstərilib. Yəni bu 1556-cı il eləyir. Sonra təzkirə müəllifi qeyd elədim ki, 8 il sonra bu əsəri qələmə almışdı. Yəni Füzulini görən adam idi. İkinci bir fakt odur ki, Həmidarası o zaman aşkarlanmışdı bunu ki, bir sənəd var ki, Bağdadda taun xəstəliyi hansı tarixdə baş verib. Yəni bu da, yəni indiki dövrlə də aktualdır. 963-cü ildə bu hadisə baş verir və bilir ki, Füzuli də taun xəstəliyindən vəfat edib. Bu hadisə ilə bağlı bir də Rövzət-i Şühədada maddi tarix var. Nə deməkdir? Yəni sözlə yazırlar, əbcəd hesabında hər bir hərf bir deyək ki, rəqəmi bildirdiyinə görə onu toplayanda konkret bir tarix əmələ gəlir. Köçdü Füzuli yaxud da keçdi Füzuli sözlərini biz əgər əbcəd hesabı ilə hesablasaq, yenə 963-cü il olur. Bu da 1556-cı ilə bərabər tutulur. Qeyd etdim ki, Füzuli taun xəstəliyindən vəfat edib. Maraqlı faktdan danışırsınız. Bilirsiniz ki, o dövrdə taun xəstəliyindən vəfat edən adamları xüsusi qaydada dəfn etmirdilər. Bəli. Yəni onları yandırırdılar, yaxud da ki, ümumi bir qəbirstanlıqda dəfn edirlər. Amma Füzuli istisna oldu. Füzulini deməli cənazəsini yudular, kəfənə tutdular və onu dəfn eləyəndən sonra hətta qəbrinin üzərində məqbərə də ucaldıldı. Bilirsiniz ki, Məhəmməd Füzuli haqqında, onun yaşadığı yer haqqında da müxtəlif məlumatlar var. Bəziləri onun Hillə şəhərindən olduğunu, bəziləri Babildən olduğunu və atasının hətta Hillə qazisi olduğu haqqında da deyək ki, belə bir fərziyyə var. Əksər hallarda isə onun Kərbəlada və Nəcəfdə yaşadığını qeyd edirlər. O, İmam Hüseynin məqbərəsində xidmət göstərmişdi və hər gün axşam olanda İmam Hüseynin məqbərəsinin işıqlarını yandırırdı. Bəli. Füzuli vəfat eləyəndən sonra onun deməli məqbərəsində işıq birinci yandırılırdı, çıraqsuzlar. Həmin o işıqdan sonra götürürdülər bir parçanı, aparırdılar İmam Hüseynin qəbrindəki bütün çıraqları yandırırdılar ki, sanki Füzuli vəfatından sonra da bu işini görür. Füzulinin bilirsiniz ki, məzarının üzərində dedim ki, məqbərə olub. Amma sonradan o məqbərə götürülüb. Buna da səbəb olan Məhəmməd Füzulinin özünün deməli yazdığı bir beyt idi ki, sonra Bağdad valilərindən biri bu beyti oxuyur. Məzarım üzrə qoymayın mil, əgər kuyində can versəm, qoyun bir sayə düşsün qəbrimə ol, sərvi
qamətdən deyir və bu beyti oxuyandan sonra başa düşürlər ki, Füzuli istəməyib onun qəbrinin üzərində məqbərə olsun. Məqbərəni sökürlər, Məhəmməd Füzulinin qəbrinin üzərinə İmam Hüseynin qəbrinin kölgəsi, yəni sayəsi düşür. Hal-hazırda Füzulinin qəbri mövcud deyil. Səbəbi də ondan ibarət ki, yəni Füzulinin qəbrindəki sümüklər təqribən 1970-ci illərdə qəbrindən çıxarıldı və o İmam Hüseyn deməli məqbərəsinin ətrafı genişləndirilərkən həmin sümüklər İmam Hüseyn məqbərəsinin içərisində yerləşən kitabxana həyətində dəfn olundu və kitabxananın divarında da burada Füzuli yatır kimi ifadə yerləşdirildi. Yəni Füzulinin məzarı da doğrudan da indi həqiqətən də İmam Hüseynə sanki qovuşub, yəni Kərbəla şəhərində özü də bir yəni Kərbəla sakini olduğunu, şeirlərinin məhz Kərbəlaya məxsus olduğunu Füzuli qeyd eləyirdi. Deyirdi ki, ey Füzuli, məskənin üçün Kərbəladır şeirivün, hörməti hər yerdə vardır, xəlq onun müştaqıdır. Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvaridir, sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır. Bəli, nə gözəl. Əziz dinləyicilər, Can Azərbaycan verilişinə qulaq asırsınız. Bir daha xatırladım ki, qonağımız Füzulişünas Əzizağa Necəfzadədir. Bizi maraqlandıran suallardan biri də dahi Füzulinin Leyli və Məcnun ilə bağlıdır. Bilirsiniz ki, bu il ölkəmizdə Nizami Gəncəvi ili elan olunub. Nizami Gəncəvinin də Leyli Məcnunu var. Füzulinin də bir çox ədiblərimizin, hətta türk xalqlarının böyük dahiləri, dühaları Leyli Məcnuna müraciət ediblər. Amma Məhəmməd Füzulinin Leyli Məcnunu özünə məxsus edən məqamlar var. Bu barədə danışmağınızı istərdik. Çox maraqlıdır ki, ərəb əfsanəsi olsa da, yəni Azərbaycanda da bu sahədə böyük tədqiqatlar aparılıb. İmamverdi Həmidovun mən tədqiqatını göstərə bilərəm ki, orada Leyli Məcnun əsərinin qaynaqlarını göstərir, ərəb əfsanələri. Amma məhz Leyli Məcnun Azərbaycan xalqının nümayəndələrinin, dahilərinin adı ilə tarixə düşüb. Bəli. Yəni Leyli Məcnun mövzusunda ilk nəzmlə epik əsər yazan, yəni kamil yazılı ədəbiyyatda onun ilk nümunəsini qoyan dahi Azərbaycan şairi böyük Şeyx Nizamidir. Və Nizamidən sonra səhv eləmərəm mən yüzlərlə desəm, yüzlərlə Leyli Məcnun yazılmışdı. Və Məhəmməd Füzulidən qabaq da Azərbaycan dilində Leyli Məcnun yazan olmuşdu. Məhəmməd Füzulidən qabaq Əlişir Nəvai kimi böyük bir duha Leyli Məcnuna müraciət eləmişdi, yəni türk dilli xalqlar içərisində. Amma Məhəmməd Füzulinin Leyli Məcnunu bunların içərisində fərqləndi və özünə məxsus yer tuta bildi. Səbəbi nədir? Çünki Məhəmməd Füzulinin Leyli və Məcnun əsəri lirik epik əsərdir. Yəni bir var sırf nağıl kimi sən əsəri qələmə alasan, bir də var Məhəmməd Füzulinin bu əsərinin içərisində qəzəl, rübai, mürəbbə daxil edilmişdi və məsələn mürəbbələrdən biri əgər Leylinin dilindən verilirsə, biri Məcnunun dilindən verilirdi, Məcnunun dilindən qəzəllər verilirdi və bu da sonradan Füzulinin özü söylədiyi kimi qəzəldə ki, məşhuri dövran ola, oxumaq da, yazmaq da asan ola, məhz müğənnilərin, xanəndələrin deməli nitqində, deyək ki, repertuarında həmin o qəzəllərə müraciət olunmuşdu və bu da hətta yazıb oxumaq bilməyən insanlar arasında da Füzuli Leyli Məcnununu populyarlaşdırmışdı. Qeyd edeyim ki, onun dilinin deməli ki, müəyyən tələblərə riayət edildiyinə görə Azərbaycan dilində uzun müddət mədrəsələrdə Məhəmməd Füzulinin Leyli Məcnun əsəri bir dərslik kimi istifadə olunub. Yəni dərslikdə necə ki orada biz kitabı açanda oradakı fəsillərin adlarını görə bilərik. Bəli. Məhəmməd Füzulinin Leyli Məcnun fəsillərinin adlarını sanki təkcə oxumaqla sən artıq bu əsər içərisində nədən söhbət getdiyini görə bilərsən. Füzuli bu özünə qədər ki poetik obrazlara fərqli münasibət bildirməyə bacarıb. Məsələn, burada şəm, pərvanə, başqa bir obraz şəklində təqdim olunur və Füzuli allegorinin yaralarında burada öz təsiri var. Biz ki, o allegoriya ustadıdır. Məsələn, Leylinin şəmə müraciəti, pərvanəyə müraciəti, dəvəyə müraciəti, buluda müraciəti, aya müraciəti. Yəni, bu kimi hallar onu göstərir ki, Füzuli əsəri daha oxunaqlı etməyə çalışmış və buna da nail olmuşdur. Bu qədər araşdırmalar aparmısınız və bayaq verilişimizin əvvəlində də dediniz ki, siz Məhəmməd Füzulini psixoloji baxımdan tədqiq etmisiniz. O dövrlərdə şair olmaq, bu bir şairin qarşısına hansı şərtləri qoyurdu?
Yəni biz klassik dövrün ədiblərinə baxanda onların bir neçə dil bildiklərini görürük. Onların özlərindən əvvəlki şairlərdən necə bəhrələndiyini, hətta onların beytlərini əzbər bildiyini görürük. Füzuli bu baxımdan o dəryada necə ad-san çıxarmışdı? Məhəmməd Füzuli özü şikayət edir dövründən. Deyir, bir dövrdəyəm ki, nəzm olub xar. Yəni şeirlə yazılan deməli ifadə, nəzmlə yazılan ifadələr küfür, günah adlandırılır. Amma bu çətin şəraitdə Məhəmməd Füzuli istəyir ki, bu çətini asan eləsin və türk dilində gözəl nəzm nümunəsi ortaya qoya bilsin ki, və bundan sonra gələn sənətkarlar da artıq türk dilində gözəl sənət əsərləri yarada bilsinlər. Məhəmməd Füzulinin məşhur bir, deyək ki, belə bir misraları var. Ey feyzi rəsani ərəbi türki əcəm, etdin füsahayi əcəmi isadəm. Bən türki zabandan iltifat eyləməkəm. Yəni, fars şairlərində, ərəb şairlərində artıq müəyyən bir mərhələ, yaxud da fars dilli poeziyada, ərəb dilli poeziyada müəyyən bir mərhələ artıq fəth olunmuşdu və onları İsa Peyğəmbər kimi ölüləri hətta diriltmək qüdrətinə malik olan bir poeziya nümunələri ortaya qoyulmuşdu. Yəni, o cür nəfəsin sahibi idilər. Amma türk xalqlarının içərisində hələ bu mərhələyə yetən poeziya nümunəsi yox idi. Və Füzuli buna görə narahat idi. Bəli, narahat idi və bu narahatçılığı aradan qaldırmaq üçün poeziyaya girişmişdi. Və Füzuli qeyd edir ki, mən poeziya, yəni sənətə gəlməmişdən öncə bir çox elmləri öyrəndim. Yəni elmsiz şeir əsassız yox divar olur, əsaslı yox divar olur, əsassız divar qayətdə bir etibar olur. Yəni o əvvəlcə elmə meyl eləmiş, yəni dövrünün ən deyək ki, qabaqcıl elmlərini öyrənmiş, sonradan artıq poeziya nümunələri yaratmışdı. Ondan qabaq yaşamış deməli tədqiqatçılardan, dövrünün tədqiqatçılarından Nizami Ərusi Səmərqəndi özünü Çahar məqalə əsərində belə bir qeyd eləyir ki, deməli əgər şeir bütün elmlərə faydalı ola bilirsə, hər elmdə şeirə tətbiq oluna bilər. Yəni, Füzuli bax bu tezisi əsas götürərək yaradıcılığında elmli şeir yaratmağa nail olmuşdu. Yəni, Füzulinin beytlərinə diqqət eləsək, görərik ki, bəzən eyni söz, deyək ki, çox az sözlə böyük bir, deyək ki, məna yaratmaq qüdrətinə malikdir şair. Cilve-i əksi ruhun aynədə ey rəşki hur. Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur. Bilirik ki, ayın özünün işığı olmaz. Ay öz işığını günəşdən alır. Bəli. Yəni, gecə qaranlıqda biz günəşi görmürük, amma onun nuru ilə nurlanmış ay bizim gecəmizi nura bürüyür. Cilve-i əksi ruhun aynədə ey rəşki hur deyir. Yəni, gözəldən danışır ki, sənin aynəyə əksin düşüb. Həmin o əks düşən yerdə deyir ki, rövşən etmiş onu kim? Yəni, bunu bir işıqlandırmışdı, aynanı işıqlandırmışdı. Necə ki, günəş ayı işıqlandırır. Yəni, burada gözəl bir bənzətmə var. Gözəl, yəni sevgili bənzədilir günəşə, ayna isə aya bənzədilir. Yəni, onun orada nurunun əksini tapması kimi göstərilir. Yəni, aynanı gözəlləşdirən elə gözəlin özüdür. Bəli, Füzuli qəzəllərindən, məsələn, maraqlı bir beyti də deyə bilərik ki, gün ki sayən düşdüyü yerdən durar bir vəhçi var. Gəlsə ali qədirlər, fəqr əhli qalxmaqdır ədəb. Yəni, günəşin düşdüyü yerdə məlumdur ki, kölgə olmayacaq. Gün ki sayənin düşdüyü yerdə, kölgənin düşdüyü yerdə məlumdur ki, günəş, yəni işıq olmayacaq. Yəni əlimizi əgər biz işığın qabağına tutsaq, işığın qabağını bağlamış oluruq və yerdə kölgə görünür. Gün ki sayən düşdüyü yerdən durar. Günəş kimi ali varlığı sənin kölgən düşən yerdə yoxa çıxır. Gözəl, yəni gözələ müraciətlə bunu deyir. Bunun bir vəhçi var. Gələndə deyir, dövlətli adamlar, hörmətli adamlar, fəqr əhli ayağa durar. Yəni günəşi gözəlin qarşısında kasıb adlandırır.
Məsələn, onu fərqli adlandırır ki, sən gələndə ona görə də kölgə yox açıq. Bəli. Əziz müəllim, siz danışdıqca Məhəmməd Füzulinin 40 müəmması da yada düşür ki, onu bizim alimlər açmaq istəyirlər. Söhbət hansı 40 müəmmadan gedir? Yəni biz Füzulidən danışanda, Məhəmməd Füzulidən danışanda onu qeyd elədik ki, alim şairdir. Onun elmi əsərləri də var. Məsələn, bir elmi əsər bizim əlimizdədir, Mətləül Etiqad. Mətləül Etiqad əsərində o ruh haqqında danışır. Bilirsiniz ki, Qurani-Kərimdə deyilir ki, ruh bizə məxsusdur, onun haqqında sizə bilgi verilməyib. Bəli. Amma Məhəmməd Füzuli bu haqda bir fikir söyləməyə çalışır və qeyd edir ki, 4 cür ruhdan danışır. Mən indi bunu sadə şəkildə deyim, dinləyicilərimiz üçün də bəlkə maraqlı olar. Bir var, heyvana məxsus olan ilkin ruh. Buna deyirik instinkt. İkinci, hər birimizə məxsus olan ruh, yəni düşüncə tərzi. Bir var, deməli, fövqəl insan tipi. Buna aid eləmək olar şairləri, yazıçıları. Yaradıcı insanlar. Bəli, buna bəstəkarları və s. buna ilham deyir. Yəni hər insanda bu olmur və qeyri-adi insan, yəni insanlığın ən yücə mərtəbəsində olan insan peyğəmbəri təqdim eləyir və onda artıq vəhy olur. Yəni 4 cür ruh formasını göstərir. Bir, heyvanlarda olan instinkt, bir insanlarda olan adi şuur, bir, deməli, yaradıcı şəxsiyyətlərdə ancaq müəyyən məqamlarda gələn, deməli, ilham və ancaq peyğəmbərə məxsus olan vəhy. Yəni bu artıq görürük ki, insanları müəyyən bir qrupa ayırmış olur. 3 cür insan bir tipi görürük burada. Adi insan tipi, yaradıcı insan tipi və peyğəmbər. Məhz bunu da fərqləndirir ki, bilirsiniz, uzun müddət Məhəmməd Peyğəmbərə şair demişdilər və Qurani-Kərimdə hətta bir ayə də var ki, sən şair deyilsən, şeir əslində yalandır və ona görə də şeir çox zaman qadağan olunmuşdur. Şeiri maraqlı eləmək üçün isə müəmmalar düzəldirdilər. Müəmmalar əslində tapmacalardır. Deyək ki, aşıq yaradıcılığında da qıfılbəndlər şəklində bu sonradan öz əksini tapır. Amma müəmmaları yazan şairlər onun açmasını özündən sonraki nəslə buraxırdılar. Məsələn, onun müəmmalarını uzun müddət Risale-i Müəmma əsəri var Məhəmməd Füzulinin. Həmin əsərin içərisində bir neçə müəmma nümunəsi. 40 müəmma var, səhv etmirəmsə, yox? Yox, bir neçə müəmma nümunəsi yazır və şairlərdən başqa sonradan alimlər də bunu açmağa çalışıb. Bizim alim həmkarlarımızdan Firdun Qurbansoy özünün namizədlik dissertasiyasında bir neçə müəmmanı bu şəkildə açıb ortaya qoymuşdu. Yəni bu müəmmaların əsas sirri nədədir? Bəzən olur orada ki, biz məsələn fikir vermirik hər hansı bir sözə. Sözün yazılış tərzindən, məsələn, əslində hər hansı bir hərfə işarə oluna bilər, sözə işarə oluna bilər, tarixi hadisəyə işarə oluna bilər, müqəddəslərə işarə oluna bilər. Əsas o işarəni tapmaqdır və işarəni tapandan sonra müəmmanı çözmək daha asan olur. İşarə demişkən, söz demişkən, klassik ədiblərimizin, istər Füzuli olsun, istərsə də digər bizim şairlərimizin qəzəllərini bugün qiraət ustaları səsləndirirlər, xanəndələrimiz, muğam ifaçılarımız oxuyurlar. Bircə sözün yanlış deyimi mənanı alt-üst edə bilər. Elə deyil, Əziz ağa müəllim. Məhəmməd Füzulinin bir neçə çox məşhur qəzəli var ki, hətta onlara böyük əsərlər də yazılıb. Amma bugün musiqiyə gətiriləcək hansı qəzəlləri, daha başqa hansı qəzəlləri deyə bilərsiniz? Çünki ilk baxışda bir dinləyici kimi, bir musiqisevər insan kimi adama elə gəlir ki, Füzulinin elə bir neçə qəzəli var ki, ancaq bunu oxumaq olar. Füzuli mənadan danışdınız, yəni sözü dəyişməklə, ya səhv tələffüz eləməklə onun mənasına xələl gətirmək olar. Füzuli özü deyir ki, söz mənadan asılıdır, məna sözdən hər zaman bir-birindən asılıdır, necə ki cismi ilə can. Və Füzuli onun əsərlərini səhv yazanlara da bir növ belə bir qarğış edir ki, deyir ki, qələm olsun ol katibin əli kim, bir nöqtə qüsuru ilə gözümüzü kör elər. Yəni bir hərfi yazmırsan, göz sözü sonra kör sözü kimi
oxunur. Bir hərf süqutu ilə nadiri nar elər. Yəni bir hərfi yadından çıxarırsan və o zaman da bir söz başqa bir sözə çevrilir. Bəli, siz dediklərinizdə həqiqət var. Amma bu repertuar məsələsinə gəlincə, məsələn muğamda götürək. Muğamda bu bir ənənə ilə bağlıdır. Yəni bundan qabaqki şair əgər başlayın müğənni, xanəndə Füzulinin hansısa bir qəzəlinə filan muğamın üzərində müraciət eləyibsə, yaxud da hansısa bir təsnifdə o muğamı qəzəli oxuyubsa, bundan sonrakilər də həmin qəzəl üzərində oxuyurlar, çünki elə düşünürlər ki, səhv etmiş olarlar. Bu da yəni əslində Məhəmməd Füzulinin əksər qəzəlləri muğama düşür. Bəli. Amma yəni qəzəlləri seçəndə də muğamın məncə musiqisinə uyğun seçmək lazımdır. Əgər sən yəqin ki, segah oxuyursansa, şən əhval-ruhiyyəli qəzəl orada seçə bilməzsən. Yəni bir orada qəmdən, kədərdən, hüzürdən danışan bir qəzəli seçməlisən. Bunun üçün də ilk növbədə həmin qəzəlləri oxuyanda onun mənasına vaqif olmalısan. Mənim yaxşı yadımdadır, Ramiz Fasih var idi. Bəli. Ramiz Fasihin yanına mən elə bil ki, əruzu öyrənməyə gedəndə Alim Qasımovun gəldiyini görmüşdüm. Alim Qasımov onun yanına gələr və bəzi qəzəllərin mənasını öyrənirdi. Və həmin mənaları öyrənəndən sonra o bizim böyük muğam ustadımız artıq onları öz repertuarına daxil edirdi. Təkcə Füzulidən yox, Nəsimidən, digərlərindən doğrudan da bu onu göstərir ki, birinci növbədə şeirin mənasına vaqif olmalısan. Mən Zeynəb Xanlarovanın da bir deməli müsahibəsinə qulaq asmışam. Orada deyir ki, əvvəlcə sən şairin sözlərini yaxşı əzbərləməlisən. Tam şeirə vaqif olandan sonra muğamı oxumalısan. Əks təqdirdə sənin fikrin qalacaq şeirin yanında və muğamda səhv eləyəcəksən. Əzəğa müəllim, bütün dövrlərin adamı olmaq, bütün dövrlərin şairi olmaq bu nə ilə bağlıdır? Xüsusən də Məhəmməd Füzulidə. Füzuli ona görə hər dövrün şairidir ki, yəni bizə qədər ki, bizim dövrümüzdə və bizdən sonra da yəqin ki, belə olacaq. Onun deməli poeziyasının mərkəzində insan durur. Nə qədər ki insan var, insan təfəkkürü var, insanın hissləri var, Füzuli poeziyasında daim aktual olacaq. Çünki burada insana xas olan ən ali hisslər öz əksini tapır. Məhəmməd Füzuli qəşəng bir deyək ki, ön söz yazıb özünün qəsidələr divanına. Deyir ki, qəzəl də yazanlar çoxdur, başqa janrlara da müraciət edənlər çoxdur. Mən nəyə görə qəsidəyə müraciət elədim? Çünki bir insan əgər yaxşı iş görürsə, mütləq təriflənməlidir. Bir insan əgər pis iş görübsə, mütləq məzəmmət olunmalıdır. Əks təqdirdə pis iş görən adam elə biləcək ki, elə bu yaxşıdır, işinə davam eləyəcək. Yaxşı iş görən adam da başqası tərəfindən təqdir olunmadığı halda deyəcək ki, başqalarının vecinə deyil mənim elədiyim yaxşılıq və yaxşılığı əlindən qoyacaq. Ona görə mən qəsidəyə müraciət elədim ki, yaxşını tərifləyim, pisi isə pisliyim. Yəni görürsünüz, Füzuli həyatdakı elə anlara, elə epizodlara toxunur ki, Məhəmməd Füzulini bəziləri deyirlər ki, yox, ancaq o elitan şairidir. Gəlin, baxaq, uşaqlar üçün əsər yazıb. Məsələn, Söhbətül Əsmar əsəri. Ən sadə şəkildə uşaqlara bostan bitkiləri ilə bağ bitkilərini fərqləndirməyə öyrədir. Ondan sonra artıq münazirə formasında eləyir və mənəm-mənəmlik hissini pisləyir. Yaxud da Məhəmməd Füzulinin əsərlərinin içərisində biz musiqi ilə bağlı olan bir əsərə rast gəlirik. Həft cam, yəni 7 cam poemasını. Burada musiqi alətlərinin dilindən danışır və həmin o musiqi alətlərinin dilindən verilən hekayətlərdə onların tərtibi xüsusiyyətləri göstərir. Məsələn, gəlin belə bir deyək ki, bir haşiyə çıxaq, bir musiqi alətindən danışaq. Tutağım dəf. Füzuli görür ki, dəf kədərli şəkildə musiqi ifa eləyir. Deyir, axı sən daim müharibələrdə öndə gedən adamsan, varlıqsan. Nəyə görə sən belə kədərlisən? Deyir, nəyə kədərli olmayım? Tək məni hazırlamaq üçün 100 illik bir çinarı kəsdilər, ağacı kəsdilər. Nə var ki, ondan bir dənə halqa çıxaracaqlar. Təsəvvür ağacı kəsirlər və onun bir dənə kənarından bir halqa düzəldirlər. Və sonradan hələ anasından təzə ayrılmış bir quzunun başını üzdülər. Onun dərisini mənim üzümə çəkdilər.
İndi hər gəlib gedən mənə bir şillə vurur, gedir, şillə vurur, gedir. Mən necə qəm-kədərli olmayım? Yaxud da əslində bu informasiyadır. Bu informasiya. bugünkü dövr üçün bir informasiyadır. Yaxud da biz neydən danışırıq? Aha. Nəyi indi məsələn desək, bəlkə gənc nəsil nəyin nədən ibarət, o necə hazırlandığını bilməyəcək. Məsələn, sadə şəkildə onun qamışdan hazırlandığını elə şəkildə ifadə edir ki, deyir nəyə ki sən nəyə qəmli, kədərli mahnı oxuyursan. Səbəbini izah edir ki, nəy? Vaxtilə mən bir qamış idim və bitirdim bataqlıqda. Mənim dostlarım var idi, günəş məni qızdırırdı. Mənim dostlarım var idi, torpaq mənə enerji qidalandırırdı. Su var idi dostum, mənim dostum idi. Külək də məni sığallayırdı. Bir nəfər biri gəldi, məni kəsdi, əslimdən ayırdı. Ayırandan sonra atdılar məni qurumaq üçün. Deməli, su məndən üz döndərdi. Yəni su gedir axı quruyanda. Bəli. Sonra günəş bir adam əgər mənə sığal təsiri bağışlayırdısa, başladı məni qurutmağa. Sonra gəldilər mənim sinəmi başladılar dəlməyə. İndi hava bu deşiyimdən girir, o biri deşiyimdən çıxır. Axı mən necə qəm-kədərli mahnı oxumayım? Yəni burada əslində neyin timsalında insanı yaratsa da əslindən ayrılan və sonradan əslinə qovuşmalı olan varlıqdan söhbət gedir. Ona görə qəm-kədərli mənalı musiqi ifadə eləyir ki, çünki o əslindən ayrılıb, Allahdan ayrılıb, əslindən ayrı düşüb. Eyni zamanda gənc nəslə neyin quruluşu haqqında da məlumat verir. Yaxud da uşaqlarla deməklə artıq gənc nəsillə onun ünsiyyəti var. Ata ilə oğlun ünsiyyətini təsvir edən əsər, Rindü Zahid əsəri. Burada bir Rind deməli oğuldur, Zahid isə atadır. Əslində burada deyək ki, böyük bir İslam fəlsəfəsi təsvir olunur Zahidin timsalında və onun evladı olan təsəvvüf əhli Rindin timsalında verilir. Amma bunların arasında da diyaloqlar, sanki pedaqoji görüşlərini ifadə edir Məhəmməd Füzulinin. Məhəmməd Füzulinin pedaqoji görüşlərini ifadə edən maraqlı bir qəsidəsi də var, Fəzliyə Nəsihət. Müəyyən yaş həddinə gəlib çatandan sonra oğul atadan ayrılmalıdır və onu gözəl bənzətmə şəklinə salır. Deyir ki, əgər meyvə ağacın üstündə olarsa, mütləq yetişəndə o meyvə yığılmalıdır. Əgər yığılmayıb üstündə qalacaqsa, onun iki sonluğu ola bilər. Ya çox yetişəcək, oradan düşəcək aşağı və deməli parçalanacaq, yaxud da o meyvəni əldə eləyə bilmədikləri, dərə bilmədikləri üçün hər yoldan ötən ona daş atacaq ki, o meyvə aşağı düşsün. Sən əgər məndən vaxtında ayrılmasan, mən ya sonluğum pis olacaq, ya da sənə görə mənim həmişə başım daş yeyəcək. Yəni belə maraqlı bənzətmələri ilə gənclərə müraciət edir Füzuli. Füzuli qeyd elədiyimiz kimi tək bir nəfərin, 2 nəfərin, 10 nəfərin, 100 nəfərin deyil, böyük bir kütlənin şairidir. Yetər ki, onu başa düşəsən. Bəli, və bütün dövrlərin şairidir. Çox sağ olun Əziz ağa müəllim. Xeyli maarifləndik, xeyli şeylər, məlumatlar əldə etdik. Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Dahi şair Məhəmməd Füzuliyə ümid edirəm ki, bu verilişi dinləyəndən sonra bizim dinləyicilərimiz arasında, ədəbiyyat sevərlər arasında bir fərqli yanaşma ilə yanaşanlar çox olacaq. Sizə bu baxımdan təşəkkürümü bildirirəm, uğurlar arzu edirəm. Yeni-yeni nailiyyətlər, yeni-yeni araşdırmalar. Minnətdaram. Çox sağ olun, minnətdaram. Əziz dinləyicilər, bir daha xatırladım ki, bugünkü Can Azərbaycan verilişində biz dahi Məhəmməd Füzulidən danışdıq. Qonağımız isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz ağa Necəfzadə idi.